Peşəkar idmançı kimi bu yaşıma qədər bir çox nailiyyətlərim olub. Yeniyetmələr arasında 3 qat Avropa çempionu, gənclər arasında 3 qat Avropa çempionu, 23 yaşa qədər idmançılar arasında 4 qat Avropa çempionu olmuşam və kişilər arasında 2 qat dünya çempionuyam. Bir dəfə də dünya oyunlarının qalibi olmuşam. Peşəkar idman həyatımda ən maraqlı hadisəm elə 2 ay öncə keçirilən kişilər arasında Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışının finalında elə öz komanda yoldaşım olan Xumar Qasımzadə ilə bəlkə də elə hamımız o videonu görmüsünüz. Elə belə əllə onun kürəyinə belə hərəkət edirəm. Həmin o video hələ həmin o qızın özü paylaşmışdı, Xumar Qasımzadə. 35 milyon adam baxmışdı da. Nəinki o Azərbaycan mediası, hətta onu Olimpiya çempionları, dünya çempionları hamısı paylaşmışdı öz səhifələrində. Maraqlı video idi. İlk dəfə Avropa çempionluğum Serbiyanskoye şəhərində olub, 14 yaşımda olub. Ən gözəl hiss o ki, kürsüyə qalxıb qıraq ölkələr arasında Avropa çempionatında bayrağın dalğalanmağı, himnin səslənməyi, yəni o sözlə ifadə olunması bir şey deyil də. Yəni çox gözəl hisslərdir. Həm də ki, mən 14 yaşımda ən gənc tarixə, yəni idman ustası kimi düşmüşəm.